16-cı sual make up a sentence, yəni cümlə qurmaq sualına aiddir. Biz burada sözlərə baxırıq. The student şagirdlər tərcümə etdi həftədə 2 dəfə yeni məqalələri dərsdə. Deməli, və burada by sözü var. Yəni buradan bilirik ki, cümləmiz məchul növdədir. Həmçinin are translated. Yəni to be üstəgəl participle 2 qaydası var. Bu isə məchul növü göstərir. Deməli, burada new articles, yeni məqalələr cümlənin əvvəlində gəlməlidir. Baxırıq, 5 ilə başlayan variantları götürməliyik. New articles are translated, çünki tamamlıq cümlənin önündə olmalıdır. By the students at the lesson twice a week. Y variantı doğrudur. Tərcüməsi də belə olacaq ki, yeni məqalələr şagirdlər tərəfindən dərsdə həftədə 2 dəfə izah olunur.